Düşüncə necə formalaşır? Düşüncə algılarımızla, sözlə, gözlə, qulaqla, düzdürmü? Bir də insanların davranışıyla. Deməli, düşüncələrdə problem varsa, oradan bir problem gəlir. Bəli. Ya eşitdiyində, ya gördüyündə. Bəli. Bu özünün əvvəl doldurur özünü. İçini doldurur, sonra boşaltma başlayır. Burada düşüncə, mən hər zaman deyirəm, mühit tərbiyələndirir. Ata sözü var. Dostun kimdir? Sən də osan. Bəli. Mən buradan valideynlərə müraciət etmək istəyirəm. Bugünkü gündə telefon, texnologiya. Mən sizə izah edim ki, biz texnologiyanın əleyhinə deyilik. Bəli. Mən özüm 4 dil bilirəm. İngilis, rus, gürcü, ərəb, türk. Bu 5 türk öz dilimizdə, bəli. Özümün əlimlə bacardığım 17 sahəsi var. Yəni markalardan istifadə etməyə çalışıram, brendləri. Burada mənim texnologiya əleyhinə olmadığımı göstərmək üçün və bütün proqramlarda istifadə edirəm. Lakin verdin telefonu uşağın əlinə. Mən efirlərdə təkrar olsa da deyəcəm, bu uşaq məndən oldu, mənə oxşamadı. Oddu, alovdu. Axı uşağın bədəni səndə idi. Sən o evladını xoşuna gəlmədiyin müəllim yanına qoymadın. Qohum yanına buraxmadın. Uşaq yanına buraxmadın. Amma onların hamısı Azərbaycanlı idi. Sən necə ola bilər ki, telefonu o birisi tərəfdə, o birisi başında kimliyini bilmədiyin, nə mesajlar, nə düşüncələr formalaşdıracağını bilmədiyin bir saytlara, linklərə, filmlərə, multfilmlərə, oyunlara. Lakin burada bir hal var. Valideyn deyə bilər ki, bizim dövrdə belə deyildik axı. Biz belə deyilik. Sizi inandırım ki, bu sizin zəifliklərinizə qarşı elədiyiniz müdafiə mexanizmidir. Bəli. Və Peyğəmbərimiz nə deyirdi? Deyirdi, övladlarınızı onların dövrünə görə yetişdirin. Doğru. Baxın, elm çox vacibdir. Burada fikrim yayınmasın deyə bir şey deyim. Sən telefon, hörmətli valideyn, sənin dövründə telefon o fırlatmaydı. Düzdürmü? Telefonu dəyişdi. Bəli. Sən onu öz həyatına gətirdin. Geyimin başqa idi, kostyuma dəyişdi, rəngli yazılar dəyişdi. Bəli. Sən də onu həyatına gətirdin. Ayaqqabı, qaloş, rezin çəkmə, çarıq, hamısını dəyişdi, gətirdin. Dəyişdin. Faytonlar maşın, elektrokarlara indi də uçurlar. Bəli, Tesla'ya qədər gəldi. Sən də gətirdin. Lakin niyə təlim-tərbiyə metodunda hələ də 50 il öncəki metodu tərifləyirsən?